rəsmi diaqnozdan sonra ki, olandan sonra çox şey aydınlaşır və əgər müalicəyə də başlasaq, düzdür, bu müalicə biraz nisbi anlayışdır. Çünki bu pozuntu xronikidir. Biz bunu heç bir halda sağalda bilmərik. Amma yaş artdıqca zaten insan o formalaşdırır, bir sıra məqamları formalaşdırır. Digər məsələ, mən buna bəzən pasientlərə biclik deyirəm. Yəni, bəzi yerlərdə əgər biz bir şeyi çözə bilmiriksə, ona qarşı hiyrəgər olacağıq. Nəyə oxşuyur? Məsələn, ADHD-nin otağında 5 yerdə sən saat asılsan ki, bu vaxt hissiyatı formalaşsın. Çünki vaxt hissiyatı zəifdir. Və ya onun uzun dönəm mükafatlama sistemi çox zəifdir. Demək biz mükafatlama sistemini ona uyğunlaşdırmalıyıq. Məsəl üçün, ona görə məsələn, iş adamları arasında ADHD çoxdur. Çünki o qazancın özü idarə edir və ani idarə edir. O ayda bir maaşla işləməkdə əziyyət çəkəcək. Eyni zamanda da mükafatlı məktəb sistemində demək. Məsəl üçün, bugün dərsimi eləyim və ya məsəl üçün 6-cı gün axşamda 1-ci gün müəllim mənə baxacaq, mükafat verəcək ki, 5 alacağam. ADHD bunu gözləməkdə əziyyət çəkəcək. Biz o mükafatı indi onun hansı üsuluna verməliyik. Və bu şərtlərdə belə deyil, məsələn, o müxtəlif o biz üsullar, yəni o psixopatoloji üsullar imkan yaradır ki, biz onun mükafatlandırmanı indi formalaşdıraq ki, o alsın, o istədiyən neyromediatorlarını alsın və həvəsi davam eləsin. Eyni məsələ, idmana gedir, 2 aydan sonra vərdiş edir, amma idman artıq rutinləşib. Maraq olur. Demək, orada müəllimlə, məşqçi ilə danışıb, onu xüsusi mükafatlandırma sistemi verəcəksən ki, o gözləməsin ki, bir ildən sonra birinci kəmərimi alanda hə, mükafat aldım, gözləməyəcək.